Bilmeyeceğim şimdi. Bilmeyecek. Ne güzel pişiğimiz var. Gelin onunla yakından tanış olaq. Salam. Maska Show'ya bu dəfə gözəllər gözəli pişik gəldi. Gəlin tanış olaq. Miau miau. Mən adi pişiklərdən çox da fərqlənmirəm. Addımlarım yüngüldür. Ayaqlarım sanki yerə toxunmur. Amma yerişimə, duruşuma fikir verənəm. Yəni sizin məhəllə pişiklərinizdən az da olsa fərqlənirəm. Amma yox, fərqləndiyim bir məqam var. Deyirlər pişiyin 9 canı olur. Məndə o can sayı 3'dür. 9 canı 3'tü. 3 tane müsabiqə canı var. Öz aramızda bizim miaularımıza öyrəşmişsiniz. Amma bilin ki, bu bizim insanlarla ünsiyyət üçün bir vasitədir. Pişik güneldi. Çünki biz pişiklər başqa cür münasibət qururuq. Biz stresi azaldan ev heyvanları kimi tanınırıq. Amma bilmək olmaz, ipucularımla bizim detektivlərimizi nə hala salacağam. Ümumiyyətlə söhbət səhnədən, musiqidən düşəndə mən sevincimdən özümə yer tapa bilmirəm. Necə ki indi, biləndə ki səhnəyə çıxmaq vaxtıdır. Sonuncu dəfə miau deyib səhnəyə çıxıram. Çok asan olardı her pişik günel olsa. Ama eşittin ne dedi?